Salam uşaqlar. Deməli, ilkin anlayışlardan 55-ci sualın izahına baxaq. Nəzərinizə çatdırım ki, bu sual bir dəfə qəbula düşüb. Yəni, qəbul sualdır. Deməli, birinci birləşmənin formulunu verib AB2. Deməli, birinci birləşmənin formulunu verib AB2. Birinci birləşməyə baxın görün. Burada A nə qədərdir? 3.5. A-nın üzərinə yazıram 3.5. Bəs B-miz nə qədərdir birinci birləşmədə? Baxın uşaqlar. 8 qram. Onda 1 A-mız əgər 3.5-dir, 2 B-miz isə 8 qramdır. 1 B-miz isə olacaq 4 qram. Biz 1 B və 1 A-nın kütlələrini tapmış olduq. Sonra keçirik ikinci birləşməyə. İkinci birləşmənin formulunu yazıram. Yəni AB yazıram. İkinci birləşməyə baxsınız görərsiniz ki, ikinci birləşməyə baxın. Baxın. Buradan qalxır. Elə deyil mi? Buradan belə qalxır. Yenə baxın. A-mız 3.5-dir. B-mizə baxın. 4 qramdır. B-miz isə 4-dür. Onda əgər bir dənə A-mız 3.5-də olacaq A1 bura. Bir dənə B-miz 4-sə burada A1 B olacaq formul AB. İkinci birləşməyə baxaq. İkinci birləşmədə, daha doğrusu üçüncü birləşməyə baxaq. Üçüncü birləşmə AB. A-mız, üçüncü birləşmədə A-mız 7 qramdır. B-miz isə 4 qramdır. Əgər bir dənə A-mız 3.5 qramdırsa, bir A-mız 3.5 qramdırsa, bəs onda 7 qram A-mız, 7 qramımız neçədən A edər? X 2A edər. 2-dən A edər. Onda bu A2 yazırıq. Sonra B-miz 4 qramdır. Əgər bir dənə B-miz 4 qramsa, bu da olacaq A2B. Yəni bizim üçüncü birləşmənin formulu isə A2B-dir. Biz bunları yaşıla boyayaq. Uşaqlar sizlə. Baxın. Biz bunu bu şəkildə bilirik. Bizə nə deyir birləşmələrdə baxaq. Deyir ki, ikinci birləşmə A2B-dir. İkinci birləşmə A2B deyil. Bir səhvdir deməli. Getdi. Sonra deyir ki, üçüncü birləşmə A2B-dir. Bəli, doğrudur. İkinci birləşmə AB-dir. Bu da doğrudur. Üçüncü birləşmə A2B3-dür. Bu səhvdir. Üçüncü birləşmədədir. A-nın kütlə payı B-dən azdır. Üçüncü birləşmədə A-nın kütlə payı B-dən azdır. Deməli, bir var ki, A-nın kütlə payını hesablayanda üçüncü birləşmədə 7-ni bölürəm 11-ə, 11-ə vururam 100-ə, yəni 700 böl 11. B-nin kütlə payı isə 4 böl 11 vur 100'dür. 100. Onda 400 bölünsün 11. Hansı daha azdır sorursaz? Əlbəttə ki, ikinci B daha azdır. Deməli, A-nın kütlə payı B-dən çoxdur. Onda 5-ci ifadə doğrudur. İkinci birləşmədə B-nin kütlə payı A-dan azdır. İkinci birləşmədə B-nin kütlə payı. B-nin omega B-ni hesablayanda uşaqlar. B-nin kütlə payı 4'ü bölürüm 7,5'ə. Vuram 100'ə. Necə 400 bölü 7,5. A-nın kütlə payı isə hesablayanda 3,5'i bölürəm 7,5'ə. Vuram 100'ə. Burada məxrəclər eynidir, amma sürətlər fərqli olduğu üçün hansının sürəti böyükdürsə, onun qiyməti də böyük olacaq. Yəni B-nin qiyməti A-dan böyük olacaq, amma ona görə də 6-cı ifadə səhv kimi götürüləcək. Yəni bu məsələni bu şəkildə işləyirsiniz. Çox da sadə məsələdir. Özünüz dəftərinizdə qeyd edin, videolara baxıb təkrardan işləyin.